Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib. Missiyas xəbər verir ki, bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Kərimli Əli Əmir Hüseynoğlu partiyanın üzvü Qəhrəmanlı Fuad Əlioğluna Milli Məclis və ASTV-nin inzibati binalarını ələ keçirməyi barədə tapşırıqlar verib. Belə ki, Əli Kərimli Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın apardığı təcavüzkar müharibəyə qarşı və orduya dəstək üçün Azərbaycan vətəndaşları 2020-ci ilin iyul ayının 14-dən 15-nə keçən gecə Bakı şəhərində yürüş etdikləri zaman Fuad Qəhrəmanlı və digərlərinə partiyanı təmsil edən şəxslərlə birlikdə kiçik qruplar təşkil etməklə yürüyüş iştirakçılarına qoşulmaq, daha sonra vətənpərvərlik şüarlarını təxribat xarakterli çağırışlarla əvəz edərək xaotik vəziyyət yaratmaq, bu vəziyyətdən yararlanıb kütləni idarə etməklə Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin inzibati binalarını ələ keçirmək, o cümlədən kütləvi informasiya vasitələri ilə hakimiyyətin ələ keçirilməsini bəyan edəcəyi barədə tapşırıqlar verib. Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.